Ümumiyyətlə, hər hansı bir hadisə başınıza gəlirsə, dərhal polisi məlumatlandırmaq lazımdır. Bunu hər kəs bilir, amma əməl etmirlər. Bu yaxınlarda paytaxt sakini 19 yaşlı bir xanım polisə müraciət edib kömək istəyib. 22 yaşlı adını çəkmədiyim bir şəxs şəkillərini sosial şəbəkədə yayacaq, onu biabır edəcək adı ilə ondan 100 manat pul alıb və 300 manat da istəyib. Verməsə bunu paylaşacaq. Bu haqda xanım polisə müraciət edib və həmən 22 yaşlı həmən şəxs saxlanılır. Ümumiyyətlə, belə hallarda dərhal polis məlumatlandırılmalıdır, zərər çəkmiş özünü və başqa qurbanları da xilas etsin. Çünki belə bir şey vardır, əgər pul bir dəfə verilirsə, bunun davamı olacaq. Mümkün deyil ki, bir dəfə kimdənsə pul alsınlar, sonra istəməsinlər. Belə şeydə bütün hallarda heç nədən çəkinmək lazımdır. Bu iş sənin başına gəlibsə, dərhal polisi məlumatlandır. Sonu bunun pis ola bilir. Bir çox hallarda da pis olur. Diqqətli olun, belə şərəfsiz, ləyaqətsiz, şantaj edən kişi və yaxud qadınlardan hər kəs uzaq olun. Özünüzü qoruyun və belə bir şeylərin qarşısının alınması sizin özünüzdən asılıdır. Belə bir şərəfsiz, ləyaqətsizlər ictimaiyyət arasında gəzə bilməzlər.